Bəli. Mən istəyərdim bir başqa bir şey mənim üçün maraqlıdır. Bax sənin oynadığın o nəsil olub da, futbolçu nəsli, milli komandanın nəsli. Onları mən çoxunu tanıyıram. Onlardan hansından yaxşı məşqçi çıxar? Özünü kənara qoyuram. Səninlə oynayan milli komandanın nəsli. Çox işləyir də. Yox, yaxşı məşqçi kim çıxar ki? Hansı yaxşı məşqçi ola bilər? Yəni sən onu futbolçu kimi artıq oynayanda görürdün ki, bu başı məşqçi başıdır məsəl üçün. Beyni, düşüncəsi. Azərbaycan səviyyəsində də hamısı məşqçi olublar da. İndi əsas bir Azərbaycan səviyyəsində yox. Biraz kənara çıxmaq lazım. Qıraqda gedib o məşqçi işləsə, mən deyərəm ki, halaldır. Qıraqda gedib. Yoxsa Azərbaycanda bir günləri hamıya şans verə bilərlər. Nə deyə bilərlər? Məsələn, bir günləri Vaqif idi, görürüz, dubl dedi, gəldi, birdən-birə Sumqayıtda baş məşqçi oldu. Məsələn, Cavid Hüseynov çox nahaq yerə gəldi Sabah ilə. Gül kimi qalmısan Turan-Tozda köməkçi kimi. Otur orada həm öyrənəm, bu məşqçi kimi dahi məşqçidir o. Qurban Verdiyev, bəli. Neçə il Rubinin başına həm çempion olub, o Barcelona'nın çox klubun başına oynatıb. Otur onun yanında köməkçi kimi, mən püxtələşkinəm. Gəldin sən bir dəfə, məsələn, bir dəfə getmişdin Şamaxıya, Buşliqadan saldın Pervili'də. İndi bilirsiniz, bu da gəldin Sabah ilə eyni situasiya. Gələn səvər sənin şahran olmayacaq. Limit qutardı. Ona görə elə bir ağılla iş görmək lazımdır ki. Məsələn, bir günləri Vaqif bu iki oyunu udmasaydı var, Vaqif Cavadov bu iki oyunu udmasaydı, onun da vəziyyəti pis idi. Mən sizə deyim, Sumqayıtı qoyaq qırağa. Məsələn, gələn dəfə hansısa bir Premyer Liqa klubu ona da etimad göstərməyəcəkdir. Bizi də getdi Sumqayıtda neynədir? Ona görə hər şey bizə necədir? Birdən-birə hər şeyə qərar vermək lazımdır da, pillə-pillə. Həm də əldə düşən fürsətdən istifadə etmək. Bəli, istifadə eləməlisən. Bizdə hər klubda hər məşqçiyə şey vermir axı. Garanti vermir. Və ən azından əgər məşqçiyə verirsən, imkan vermək lazım biraz istəsən. Bəli, ən aşağıda 2-3 il verməlisən də. Yoxsa 3 ay, 5 ay bir rezultat vermədisə, bunu çıxarda başqasını gətirir. Ona görə Azərbaycan, mən qırağa çıxsam məşqçilər olsa, mən deyim ki, halaldır. Həqiqətən məşqçi kimi bu məşqçidir. Amma Azərbaycan çempionatında mən məşqçi o ürünündə görmürəm.